çıxışlarım var. Əgər marihuanadan söhbət Marihuanadan getsə, getmirsə, yoxlab hətta ondan gedirsə, mən çox açıq bunu cəmiyyət üçün demişəm ki, bu problemi aradan qaldırmağın yolu hüququn cizgilərini düzgün çəkməkdir. Papanində elektron tərəzi ilə satırlar bunu. 1 qramdan artıq oldu, tutub qoyursan içəri ki, satmaq məqsədi ilə olmuşdur. Bəlkə bu 2 dəfəlik almışdır. Amma bu bəlli bir aptek olanda, bunun da əlində vəsiqəsi olanda həm cəmiyyət tanıyır, həm ictimai nəzarət mexanizmi, həm ictimai qınaq prosesi, həm də nəticə etibarilə nə? Qanundan kənar bunun dövriyyəsi mümkün olmur. Çox açıq parlamentdə demişəm, burada yox. O cümlədən fahişəlik haqqında da eyni şey. Nə demişdiniz? Fahişəlik haqqında da mən hesab edirəm ki, bu Legallaşdırılmalıdır yoxsa yox? Bu legallaşdırılmasa bunun qarşısını almaq mümkün deyil. Azərbaycanda faciədir. Faciədir, gerçəkdən faciədir. İstəyirsiniz qəbul edin, istəyirsiniz qəbul etməyin. Körpə yaşlı, məktəbli yaşından tutmuş uşaqlara qədər, ta ailəli insanlara qədər. Bunun bir sistemi, nizamı olmalıdır, bir qaydası, qanunu olmalıdır. Bu da mənim Azərbaycan müxalifətim. Allah sizin bəlosu versin, nə deyim mən? Buna bax, deyir ki, Azərbaycanda fahişəliklə narkomaniyanı legallaşdırmaq lazımdır. Demək, Azərbaycan xalqı bu boyda itin əziyyətini çəkəndən sonra legallaşdırıb, bağışlayıb məni evlərində fahişə çörək aparmalıdırlar da, fahişə çörəyi yeyilməlidir. Sən bu deputatsan, nəvci bilsən, bilmirəm. Sən o sözü deyəndə ölüb yerə girmirsən. Sən ailə üçün legallaşdırmaq istəyirsənsə, qardaş, onsuz pulunuz var da, çıx get gənən Niderlanda, otur gənən orada legallaşdır gənən də. Yəni orada da legallaşdıranda heç olmasa kokainaza da legallaşdırırlar. Onlar nə biləm şiyə legallaşdırmırlar. Çünki o şişələr zatlar bizim gənclərimizi yaman günə qoyub. Başa düşdün məni? Deyirsiniz ki, sərhədlərimiz bağlıdır. Sərhədin 5 ildə bağlıdır sənin. 5 ildə Azərbaycana bu narkotik hardan gəlir? Demək, özünüzə lazım olanda xalqı zəhərləmək üçün açırsınız sərhədi, narkotikləri buraxırsınız içəriyə. Ondan sonra ya da özünüzün spesialini yeriniz var, özünüz narkotik ürətirsiniz, verirsiniz millətə. Qaldı fahişələrə. Fahişə o vaxt olur ki, onun balası çörək tapır. Onun balaları ac qalır. Ona görə də ki, zəif insanlar fahişəliyə gedir. Niyə? Çünki iş yox, güc yox, nə bilim, qadına hörmət yox, bunların heç biri yox. Bunlar da balası ac olmasın deyimlə gedirlər, fahişəlik edirlər. Məsələn, mən Dubaya gedəndə, mən Azərbaycan qadınlarını görəndə xəcalət çəkirdim. Mən yalandan deyirdim ki, bunlar ermənidirlər, halbuki bizimkilər idi. Ona görə deyirəm ki, baxın, Türkiyədə Azərbaycanlılar, Dubayda Azərbaycanlılar, Misirdə Azərbaycanlılar. Baxıram, görürəm, deyirlər, Pakistanda olmamışam. Pakistanda deyirlər ki, Azərbaycanlılar gedir, biabırçılıq edir. Bunların hamısını yaradan kimdir? Bizim hakimiyyət deyirmi? Ay müxalifət, hakimiyyətin müxalifəti. Sən bunları deyənəcən, sən deyədin ki, ay İlham Əliyev, bizim millətdən nə istəyirsən? Bizim millətə iş yerləri aç, bizim millətə kömək elə ginən, bizim millətləri iştirafdan asılı qoyma ginən, gücü bizə görə doldurma ginən, işıq pulunu, qaz pulunu, su pulunu bir ucdan artırma ginən. Sən bunları dedə. Sən də ginən ki, niyə mənim balalarıma uşaq pulu verilmir? Niyə görə pensionerlər əziyyət çəkir? Bunları dedi, çıx get günə, mən uşaqlarımdır, qohumlardır, əqrəbalar, heç kimin heç nə istəmirik sizdən. Çıxın gedin, sadəcə biz özümüz dolanarıq. Mən həmişə deyirəm, Fatma xala belə gəlsə səndən yaxşı idarə eləyər, İlham Əliyev. Sən Azərbaycanı idarə eləyə bilmirsən. Sən Azərbaycanı yıxıb sürümüsən. Sizin bütün hamınızın orada hakimiyyətdə oturanların heç birinin bir normal ailəsi yoxdur. Hamısını legallaşmışlardır. O legallaşmışlara görə siz bizim uşaqlarımızı niyə legallaşdırırsınız? Xeyr ola. Mənim deyirəm də balalarımız hamısı əziyyət çəkir. Niyə? Niyə görə mənim uşağım, o biri bu biri universiteti əvvəldən qutaranlar heç biri iş tapa bilmir. Bəzən yaltaqlar var, o 72-lər. Deyir ki, iş var, gedib işləsinlər. Səni görüm zəlil olasan. Niyə görə mənim yurtada qutarmış oğlum gedib fəhlə işləməlidir? Xeyr ola. Niyə görə mənim, tutaq ki,
Həkim balam gedib nə bilim onun bunun əlinin altında qab yumaldı. Xeyr ola. İş var, canı çıxsın, götürün öz ailenizi. Nə bilim ailenizdə kimlər var? Heç nə yox, bir həftə geçsinlər onun bunun əlinin altında işləsinlər. Görsünlər necədir. Azərbaycanda heç kimdən şikayət eləmək ixtiyarımız yoxdur. Birindən şikayət eləyəndə o qədər gedib gəldi yaparırlar ki, bunlar da deyir ki, başıma dəysin elədiyim mənə. İstəmirəm. Bir ağzımız açıb söz deyirsən şərləmə başlayır. Bəsdirin də. Bizim sərhədlərimiz bağlı deyə 5 ildir. Azərbaycana narkotik gəlir. Hardan gəlir? Demək yaradıcısı özünüzsüz də. Siz istəyirsiniz bu millət bugünə düşsün də. Xəstə gedir, elə bir günə nevroloji xəstədir, gedir, ona psixiatrist dərmanları verirlər, şizofrenik eləyib yola salırlar. Siz zəlil olasınız, bəsdirin də, Azərbaycandan nə istəyirsiniz? Azərbaycanda kimi dindirirsən, deyir, vallahi imkanım olsa bir gündə orada yaşamaram. Niyə? Niyə vətənimizdən didərgin salırsınız bizi? Niyə görə biz vətənimizdə insan kimi yaşaya bilmərik? Niyə? Çünki sözün düzünü deyirik. Sizi təhqir eləmirik ki. Sizə deyirik ki, İlham Əliyev özü çıxır, deyir ki, mənə siqnal ver, siqnal. İlham Əliyev, sənə KAMAZ siqnalı belə təsir eləmir. Sənə gündə siqnal verilir, sən görmürsən bunu. Səni əzbərlədib verirlər, yanıma başlayırsan özün. Çünki niyə? Yaxşı yalan danışmağım var. İnanın ki, əvvəllər xan saraylarında qopçuların müsabiqəsi keçirilirdi. Bəlkə də o vaxtki dövrdə olsaydı, siz birinci yerdə olardınız. Az yalan danışın, az insanları bu cür əzin. Qarabağı almışam. Qarabağa gedə bilirik biz. Qarabağı almışsan, gözüm aydın. İndi də verəcəksən də. O nə deməkdir ki? Niyə görə bizim uşaq pullarımız, niyə görə pensiya pullarımız, niyə görə bir ucdan büdcəni doldurursan, deyirsən ki, biz deyir ki, silahlanmalıyıq. Xeyr ola. Niyə silahlanırsan? Əgər sən Qarabağı almışsansa, mən Qarabağa viza ilə gedəcəmsə, demək ora mənim deyir də. Demək mənim deyir. Oturub yalandan cəmaata bir dənə evlər tikdirmişsən, hamısı yağış yağan kimi xaraba günə düşür. Sən onların hamısını oraya yığmışsan ki, ad olsun ki, cəmaata nəsə verdin. 10 minlik evin qiyməti səndə yazılıb orada haradasa 150 min dollar. 150 min dollara mən başa düşə bilmirəm. Sən deyirim ki, bunlara şey tikirsən, imarət tikmirsən. Böyle danışırsınız, yalanlarınızdan bezmişik. Bu qədər yalan olmaz, bu qədər insanları aşağılamaq olmaz. Siz Azərbaycan xalqını əməli başlı dibil vəziyyətinə salmışsınız. Mən indi uşaqlarımdan 23 ildə hakimiyyətdə İlham Əliyev sənsən. Bizim mədəniyyətimiz yox, bizim tariximiz yox, bizim milliyyətimiz yox. Sən bunlara fikir vermişsən ya yox. Sən görüm dram teatrıdır, muskamediyadır, opera, balet teatrıdır. Səhnələşmələr gedib yeni. Gedəndə də yəqin tupoy dibil şeylər olacaq da. Ona görə deyirəm ki, İlham Əliyev, xahiş edirəm istefa ver. Sən bu Azərbaycanı idarə edə bilmirsən. Sən Azərbaycan balalarını qurban eləmişsən, 3 dənə öz balığa. Mən oturub hərdən deyirəm ki, sən bütün günü o uşaqları reklam eləyirsən, ha. Mən başa düşə bilmirəm. Demək sən bunların minuslarını görmürsən də. Bunların minuslarını görmürsən, elə boş-boşuna reklam edirsən. Qardaş, sənin uşaqlarında ruhi xəstəlik var. Get müalicə elətdirginən onları, ən yaxşısı odur. Çünki o da nədəndir? Millətin ahı tutub. Mehriban xanım, Əliyeva, sənə deyirəm, xanım deyirəm yenə sənə. Azərbaycan millətindən nə istəyirsən? Bu vitse-prezident işini sən necə görürsən, mən başa düşə bilmirəm. Ərin harda, sən də orada, elə birinciliyi kimi çıx getdə, nə var ya vitse-prezident? 125 deputatımız, siz nə inirsiniz? Mənim boğazımdan, balamın boğazından kəsilmiş pulları niyə görə sizlərə maaş verilməlidir? Ay icra başçıları, siz nə inirsiniz? Gələni it kimi qapıb, it kimi yola salırsınız da. Bu bizim kəndçilərimizə, bütün insanlarımıza nəsə şərait yaradırsınız. Heç biriniz heç nə eləmirsiniz. Məhkəmə hakimləri, utanın, ölün yerə görün. Mən ayrı heç nə deyə bilmirəm sizlərə. Kasıb həmişə uduzur, dövlətdə udur. Biraz qeyrətiniz, namusunuz olsun da.
Nə bilim, Azərbaycanda yaşamaq böyük bir, nə bilim, ürək istəyir. Vallahi yazıq olub Azərbaycan. Nə vətənimizdə görə bilirik, nə dövlətimizdən danışa bilirik. Mənim dövlətimi idarə edənlərə bax da. Sonra bəzi yaltaqlar 72-lər deyir, dövlətdə işin olmasa. Ay şərəfsiz, mənim dövlətimi bu günə qoyanlar sənin kimi yaltaqlardır. Başa düşdün? Sən yaltaqlanmasan bunlar belə xoruzlanmazdı. Allah bəluzu versin. Allah bizim millətimə səbir verməsin. İnşallah bir gün ayağa qalxarlar.